Çox dostlar, bir cür şəraitdə karıxey və nişanələri görəndən sonra fikir edək ki, bu casazdır və başlayıb bunu sındırmağa. Və bir iddə yoldaşlar da vardı ki, bu zəminədə məharətləri vardı. Nə tənha bunu sındırmayırlar, bəlkə gəlirlər bunun ətrafında əsli polomb açırlar. Bu gözəlliyə polomb 2 həftə gəlibdi və o nişanələr bu polomba işarə eləymişlər. Salam ərz eləyəm əziz dostlara. Coğənlər müxtəlif əndazələrdə gələrlər. Əgər istəsəm kolli alətdə coğənin əbadına görə danışam, coğənlər 2 balaca əndazədə gəlirlər. Onlar çox mühimdirlər. Yəni coğənlər 2 kasa hududundadılar, ya 2 piyala həddindədirlər. Bəli, coğənlər 2 yekə əndazədə gəlirlər. Çox karbordi olaylar. Bunu o coğənlərin içində qəllati oyaymışlar, məvad pudra eləymişlər. Məsələn, alağı bunun içində daşınan əzəymişlər və darugiyahi cürrəymişlər. Və bəzən də görsən ikisi olmayan mühitlərdə daşları bir cür təraş verəymişlər və yağışın suyunu bunun içində zəxirə eləymişlər. Ta bu sulardan istifadə eləyərlər. Bir yekə coğənbarımızdır. İmkanı çoxdur ki, bu biz üçün bir ərziş ola. Vəli əgər bunu o coğanın yanında xas nişanə və təraşə olsa, da o moğa bir ərziş olmaz. Pəs bu nöştəni həmişə yadınızda saxlayız. Bu əndazədə coğan əgər yanında xas nişanə və təraşə olsa, o moğa ərzişi var idi ki, onu bədrəsi eləyəsiz. Bir yekə əndazədə coğanbarımızdır. İçi torpaqla dolubdur. Vəli təraşəsindən bu coğan kamilən müşəxxəsdir. Bu bizim coğanimiz. Və əgər diqqətli baxsınız, görəcəksiniz ki, burada bir kəsinti vardı. Baxınız, bu kəsintidir. Dərinliyinə də baxınız. Bu bir dənə əl təraşəsidir, şiardır. Şiar coğanın dibində ərziş ola bilər. Görüyoruz ki, şiarın bu tərəfində bir dənə də bu şişlidə coğanbarımızdır. Coğan 2 təqribən taxça alətindədir. Baxınız, bu əl təraşəsi də kamilən müşəxxəsdir. Bunlar dəfinə yerin görsədəylər. Və görüyoruz ki, bunların yanında bir dənə də polomnəma vardı. Polomnəma 2 kamilən əl ilə təraşlanıb. Polomnəma 2 təbii halətdə əmələ gəlməyə və qədimki adamların təvəssütü ilə cürrana o polomnəma ərziş ola. Bu cür polomnəmalar öz istərində hissat verməzlər və həman tor 2 adından da bəllidir. Polomnəmadır. Bəlkə gələk ətrafın bərrəsi eləyək. Baxınız, bu qismətlər yontulub. Çox dostlar, bir cür şəraitdə karıxey və nişanələri görəndən sonra fikir edək ki, bu casazdır və başlayıb bunu sındırmağa. Və bir iddə yoldaşlar da vardı ki, bu zəminədə məharətləri vardı. Nə tənha bunu sındırmayırlar, bəlkə gəlirlər bunun ətrafında əsli polomb açırlar. Bu gözəlliyə polomb 2 həftə gəlibdi və o nişanələr bu polomba işarə eləymişlər. Çox yekə əndazədə polombudur və mütməinnən bunun içində də doyuncaq əmbal ola bilər. Dərpuşuna da baxsınız. Görəcəksiniz ki, dərpuşu da kamilən təbiiymiş. Yəni təbii daşlardan intiqab olunmuşmuş. Baxınız, sındırıb tikələrin töküblər. Onlar hamısı dərpuşun sınıqlarıdırlar. Dərpuş dönübdür.
və o qismət içəriyə sarıymış. Bu dərpuşları bu daşların öz cinsindən intixab eləymişlər və dövrəsin dərzgiri eləymişlər. Fövqəladə gözəldir. İdaməsi var ancaqdır və ehtimali çoxdur ki, əmbal o qismətdən götürülüb. Bu gözəldir də. Pəs Gəncəbidə həmişə məhdudənin özüdür ki, nişanənin ərzişini görsədər. Bu gözəl plombi da gözəl gözlər üzə təqdim eləyəm. Yenə də gələn videoda görüşərik. Ya həq!